Bizə təqdim olunmuş situasiyanı deyir. Həkim hamilə qadını müayinə etmək üçün müxtəlif üsullardan istifadə edir. Ultrasəs müayinəsi nəticəsində qadının uşaqlığında bir neçə dölün, yəni burada bir neçə dölün olduğu müəyyənləşdi. USM cihazı, ultrasəs cihazı ilə həm də aşağıdakılar müəyyən olunur. Cift sayı 3 dənədir, göbək ciyəsinin sayı da 4 dənədir. Və həkim sonuncu müayinəni, yəni sonuncu müayinəni də görürsünüz ki, bu cihazla eləyibdir. Bu cihaz elektroensefalograf cihazı idi ki, bu cihazla da müəyyən etmişdir. Tamam, gəlin biz baxaq, birinci dediyini yazaq. Deməli, cift sayı 3-dür, göbək ciyəsi 4-dür. Göbək ciyəsi 4-sə 4 dənə dölümüz vardı bizim. Və cift sayı 3-dür. Deməli, bir dənə cift bura yazıram. Cift. Və göbək ciyəsi cift sayı bir dənə cift burada götürək, bir dənə də cift bura götürək. Cift yazıram, C hərfi yazdığım cifti və göbək ciyəsinin sayı 4-dür. Deməli, burada belə bir məlumat verək sizə. Bu çöp adamımızı göstərək. Burada bir ciftə 2 döl birləşibdir. Bu eyni yumurta əkizidir. Yəni, eyni yumurta əkizi ya da bir yumurta əkizidir. Amma bu birisi isə görürük ki, fərqli yumurta əkizlər. Çünki 4 ədəd, baxın burada məlumat verir, göbək ciyəsi vardı. Göbək ciyələrini görürsünüz, bax, göbək ciyəsi, xətlərin üstünə yazdım. Göbək ciyəsi ilə döl bağlanıbdır. 4 ədəd olsa 4 dölümüz olacaqdır. Göbək ciyəsinin sayına görə deyirik. 4 ədəd göbək ciyəsi 4 döl deməkdir. Amma cift sayı üstdürsə məcbur onun ikisini birləşdiririk. Bir ciftə və bir yumurta əkizi yaradırıq. Amma bu ikisi müxtəlif yumurta əkizidir. Deməli, müxtəlif yumurta əkizi olaraq qeyd edəcək. İndi bizə deyir, döllərin neçəsi birinci sualımızda eyni. Üzr istəyirəm. Neçəsi eynidir, neçəsi müxtəlif yumurta əkizidir. Təbiidir ki, ikisi eyni yumurta əkizidir, ikisi isə müxtəlif yumurta əkizidir. Səbəbi nədir? Cavabı da əsaslandırdıq ki, çünki burada 4 göbək ciyəsi var, 4 döl olacaqdır. Cift isə 3 ədəd veribsə, biri eyni yumurta əkizi kimi göstəriləcəkdir.